Daşkənddə GSM-in təşkilatçılığı ilə keçirilən M360 Eurasia 2025 forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib. Azərselin prezidenti Zərinə Zeynalova konferansda inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib. Tədbirdə regionda rəqəmsal inkişaf imkanlarının genişləndirilməsi və rəqəmsal infrastrukturun inkişafı kimi aktual mövzular müzakirə olunub. Azərsel Telekom Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Zərinə Zeynalova forumun açılış sessiyasında çıxış edib. Daha sonra Avrasiyanın rəqəmsal potensialı mövzusuna həsr olunan panel müzakirəsində iştirak edən Zərinə Zeynalova Azərselin şəbəkə modernizasiyası üzrə geniş miqyaslı layihəsini və Aztelekomun onlayn Azərbaycan təşəbbüsünü ölkənin rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib. Eyni zamanda Zərinə Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılmasının əhəmiyyətini vurğulayıb. Forumda regionun texnoloji liderlik potensialının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.